بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأراضين روح وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Xub, Allahın lütfü inayəti ilə bizlər bugün məntiq dərsində artıq məntiqin demişdik iki mövzusu var. Biri tərifdir, biri də istidlal. Artıq tərifi bugündən başlayırıq. Tərif nədir və necə tərif edərlər? Bugünəcən oxuduqlarımız istər tərif üçün, istərsə də müəyyən bir həddə istidlal üçün oxuduqlarımız hamısı müqəddimə idi. Müəyyən həddə istidlal üçün, ümumilikdə tərif üçün müqəddimə idi. Yəni bugünəcən oxuduqlarımız çox mühüm mövzular idi ki, bizlər tərifdə bundan istifadə edəcəyik. Xub, tərif ilk dəfə tərif haqqında yazı, tarixi yazı ki, deyilənə görə insan tədvin eləyib, kitab halında çıxıb, tərif nədir, necə tərif eləyərlər? Burhan və Cədəl kitablarında Aristotel getirib. İlk məntiqçi Aristotel bunu Ərəstun, şərq aləmində Ərəstun deyərlər buna. O getirib. Sonralar Sokratla Əflatun, bu mövzunu daha da genişləndiriblər. Ta bugünkü dövrümüzdəki məntiq kitablarınca xüsusi yer alıb, elə bir yer ki, məntiqin mövzusu kimi göstərilir. İndi yaxşı, niyə tərif? Tərif mühüm bir məsələdir. Tərif məgər mühüm bir məsələdir? Bugünkü dünyada ixtilafların səbəbi düzgün tərif olunmadıqda. Məsələn, misal çəkirəm. Düzgün rəhbər nəyə deyilir? O düzgün tərif olunmadığına görə, hər kəs düzgün rəhbəri bir cür tərif elədiyinə görə ixtilaflara səbəb olub, hətta qətli amlara getirib səbəb olur siyasi nöqteyi nəzərdə. Və məsələn, dünya necə tərif olunur, insan həyatı necə tərif olunur, aləm necə tərif olunur. Bu təriflərin əsasında inancılar formalaşır. Bu təriflərin əsasında insanlar bir-birinə, özlərinə dost eləyirlər, bir-birinə düşmən eləyirlər. İstəyir siyasi arenada olsun, istəyir iqtisadi arenada olsun, istəyir ictimai, fərdi fərq eləmir. Hətta ailədə məsələn bir insanlar ailə nəyə deyərlər, ailə idarəçiliyi nəyə deyərlər, bunu öz aralarında düzgün tərif
eləmədiklərinə görə ailədə ixtilaf baş verir. Yəni, hər hansı bir şey, aləmdə olan hər hansı bir şey düzgün tərif eləməmək insanlar arasında ixtilafa, insanlar arasında ayrılığa, hətta qanların tökülməsinə belə səbəb olur. Hətta qanların belə tökülməsinə səbəb olur. Ona görə tərif çox mühüm məsələlərdəndir. Tərif üçün insanda hər hansı bir varlıq barəsində 3 formada sual meydana gəlir. Nədir? Varmı? Niyə? Bu suallar. 3 cür, məsələn, filan şey nədir? Filan şey varmı? Varlığı varmı? Filan bir şey forması necədir? Niyə, məsələn, gərəklidir? Bu sualların, 3 sualdan fəqət birincisinə nədirə, nədir? Filan bir vücud, filan bir varlıq, filan bir şey nədir? Bu sualın cavabına məntiqçilər tərif deyirlər. Məntiqçilər tərif deyirlər. Tərif, neçə cür təriflərimiz var bizim? Neçə cür təriflərimiz var? Əvvəl tərif etmə prosesi ilə tanış olaq. Biz termin olaraq tərifdə 3 dənə termin keçəcək. Biri müərrifdir, biri müərrəfdir, biri də tərif. Müərrif nədir? Müərrəf nədir? Bir də ki, məsələn, tərif. Müərrəf, tərif olunan. Müərrif, tərif edən. Tərif, yəni başa salma, anlatma, aydınlatma. Yəni, filan şey tərif elə, yəni onu mənim üçün anlat, aydınlat, başa sal, açıqla. Məlum oldu, mənası budur. İndi misal çəkirəm. Deyirlər ki, məsələn, insan nədir? Görsən, nədir sual? İnsan müərrəf olacaq. Müərrəf, yəni tanıdılmış, tanıdılan, məlum oldu, tərif olunmuş, tərif olunan. O ki, nə ilə tərif eləyəcək, onlara deyərlər müərrif. Məsələn, bir canlıdır ki, biz keçəcək indi, məntiq kitablar yazır, bir canlıdır ki, natiqdir. Natiq budur, bir danışan mənasındadır, bir düşünən mənasındadır. Biz gələcəkdə təriflərin bəhsini keçəndə deyəcək ki, bu tərif düzgün deyil, kitablarda olsa belə səbəblərini deyəcək inşallah. Məsələn, bunu deyirlər insan üçün. İndi yaxşı, tərif dedik ki, tərifdə bu tərif etmə prosesinin özünə tərif deyilir elə. Tərif, yəni müərriflə müərrəfi insan tərif edir. O prosesin adına tərif deyirlər. Məlum oldu. Bu da bu. Təriflər neçə cür olur? Normalda məntiqçilər 2 qismə bölüblər və bu 2 qismin, məsələn, birinci qismində bir çox növləri var. Hətta 10-a yaxın növü var. Ki, onu kitabda baxarsınız, o lüğət elminə aid bir şeydir. Məsələn, bir adam bir ləfzin mənası, əsl mənasından xəbərdardır, amma
bu məna üçün hansı bir sözün, hansı bir kəlmənin işlədilməsindən xəbərsizdir. Məsələn, yırtıcı heyvandan xəbəri var. Amma şir kəlməsinin, şir sözünün yırtıcı heyvana üçün deyilən bir söz olduğunu bilmir Azərbaycan. Məsələn, bir dənə xarici vətəndaş gəlir Azərbaycan dili öyrənir. Bilmir ki, ona, məsələn, o yırtıcı heyvana, Məşədəki o yırtıcı heyvana Azərbaycanlılar şir deyir. Mənanı bilir, amma onun üçün hansı söz işlədiklərindən xəbərsizdir. Bir də var, məsələn, bunu bilir, məsələn, İngiliscə nə deyirlər? Yırtıcı o Məşədəki heyvana, o şirə bilmir. Məsələn, ərəbcə nə deyirlər? Bilmir. Farsca nə deyirlər? Bilmir. Yapon dilində nə deyirlər? Bilmir. Xoş, bunu məntiq elmi bəhs eləmir. Niyə? Çünki məfhum burada bilinir, fəqət ləfz bilinmir. Bunu ilə lüğət elmləri bəhs edir. Və hətta bu cür təriflərə deyərlər tərifi ləfzi. Yəni, məsələn, izahlı lüğətlərdə, məsələn, bu cür gəlir. Bir kəlməni adam bilmir, Azərbaycan dilində bir kəlmə də eşidib bilmir, onu kəlməni izah edir lüğət sənin üçün. Bu nə deyirlər? Tərifi ləfzi. Yəni, mənanı bilirsən, amma sözü başa düşməmsən sən. Onu sənin üçün açıqlayır. Bunu da deyirəm də ona yaxın qismləri var, onu ilə tanış olarsınız. Bu məntiqçilərin işidir, bu lüğət əhlinin işidir ki, onlar bu işlə məşğul olurlar. Amma bir şəxs mənanı da bilmir, məna haqqında da, məfhum haqqında da məlumat yoxdur əslən. Ləfz haqqında da. Yəni, nə bu haqda bir söz eşidib, bir dənə söz eşidirsən, nə o sözü bilirsən nədir, nə onun mənasını bilirsən nədir əslən. Məsələn, ona görə sual verirsən, filan bir şey nədir? Xüsusən uşaqlar ki, yeni dünyaya gəlmiş uşaqlar 3 yaşında, 4 yaşında artıq başlayırlar çoxlu suallar verməyə. Bu nədir, bu nədir, bu nədir? Yəni, düzgün təriflər istəyirlər valideynlərdən. Həmin o tərifdir. Həmin o tərifdir. Həmin vaxt uşaqlara düzgün, psixologiyada budur ki, hər bir şey düzgün olduğu kimi tərif etdikdə valideynlər, onların sonra böyüyərkən onları tərbiyələndirməkdə valideynlər əziyyət çəkmirlər. Amma düzgün tərif eləmədikdə, məntiq bu qədər lazımdır insan həyatında, düzgün tərif eləmədikdə və sonradan bunları tərbiyələndirmək üçün çalışanda, o uyğunsuzluqlar ki, gələndə övladın valideynə etibarı azalır, sözünün qiyməti aşağı düşür və ona görə bəzən valideynin verdiyi tərbiyəni mənimsənir. Ona görə tərif çox mühümdür. Və burada belə bir vəziyyətdə həmin kəlməni ki eşidib, o kəlmənin özünün barəsində, mənasının barəsində dəqiq məlumat almaq istəyir. Onun, məsələn, zatına, əsli kök məlumat almaq istəyir. Onun kök məlumatların yanında xüsusiyyətlərindən məlumat almaq istəyir. Zatı xüsusiyyətləri, ərəzi xüsusiyyətləri ki, tərifdə bu açıqlama gəlir. Bax, bu cür, bu tərifə nə məntiq elmi bəhs edir. Bu təriflə məntiq elmi bəhs edir. Və burada hansı qaydalar əsasında, məntiq elmi, hansı qaydalar əsasında tərif olunmanı bizə öyrədir. Amma
tərifin özünü öyrətmir. Yəni, filan şeyin tərifi nədir? Onu öyrətmir. Onu həmin elmin sahəni, elmi sahə sənə öyrədir. Amma məntiq hansı elmi sahədə olursan ol, müəyyən tərif etmək üçün qaydalar var, qanunlar var. Onlara riayət edərsənsə, sən hər bir şeyi düzgün tərif etmiş olursan. Xoş, bir dənə də bir bəhsimiz var ki, o da budur ki, tərifdə biz bugünəcə istifadə elədiyimiz bəhslər, ki var idi, onlardan tam xəbəri və naqisdən təqyidini demişdik, istifadə edəcək. Yerdə qalan bəhslərin heç biri burada yararlı olmayacaq. Qeyri təqyidi burada məsələn bir dərdə dəyməyəcək. İnşai məsələn dərdə dəyməyəcək. İndi tərif eləmək üçün mühüm ümumi qaydalar var. Bir xüsusi qaydaları keçəcək o yerində. Bir də ümumi qaydalar var. Ümumi qaydalara gərək riayət olunsun. Əgər riayət olunmasa, tərif sayılmır. O qaydalardan biri budur ki, tərif ki eləyirik, gərək cami olsun və mane olsun. Cami nədir, mane nədir? Yəni, tərif etdiyimizin bütün misdaqların öz əhatə dairəsinə alsın. Tərif edən, tərif etdiyini bütün misdaqlarını öz əhatə dairəsinə alsın. Buna deyilər cami. Onun əhatə dairəsindən kənar olanları tərifə buraxmasın. Buna deyilər mane. Onun misdaqların, əhatə dairəsində olan misdaqlardan qeyrilərin tərifə almasın. Buna deyilər mane. Bir, ona görə bu misallar çəkir, bu kitabda baxarsınız. Məsələn, bir cür tərif var, əm tərifdir. Əm tərif niyə deyərlər? Yəni, bu tərifdə mane və cami və mane dedikdə, yəni, müərrəf mistaqı, müərrifin mistaqı xaricdə eyni olmalıdır. İstir xarici aləmdə, istir zehni aləmdə. Çünki camilik olmalıdır. Manədə ki, buna aid olmayanları tərifə qatmamaq. İndi məsələn, ümumi təriflər var. O düzgün deyil. Misal çəkirəm, yəni, mistaqından artığı da buna daxil olur. İnsan nədir? İki ayaqlı varlıq. Düzdür, insanların iki ayağı var. Amma baxırıq ki, iki ayaq təkcə insanlara aiddir. Bir çox heyvanlar da var ki, iki ayaqları üzərində gezirlər. Başqa canlıların, amma onları insan deyilmir. Halbuki insan üçün tərif gəlir, bu tərif yerində olmayan tərifdir, düzgün olmayan tərifdir. Ya məsələn, insanı tərif edirlər, xüsusi, yəni onun misdaqlarının bir hissəsini, xüsusi bir hissəsini əhatə edir. Hətta öz misdaqlarının hamısını əhatə eləmir. Bu da səhv tərifdir. İnsan nədir? İnsan kimdir məsələn? Sualının cavabında tərif bu cür deyir. Bir canlıdır ki, məsələn, iqtisadiyyatçıdır, məsələn, siyasətçidir, məsələn, şairdir, yazıcıdır, mən nə bilim, sosioloqdur, psixoloqdur, ilə axır. Halbuki, o sosioloq olsun, psixoloq olsun, siyasətçi olsun, hərbiçi olsun, iqtisadiyyatçı olsun, bu insanların bir qismini əhatə edir. Bütün insanları bu tərifə qata bilmədi. Tərif ona görə naqisdir. Qaydası burada ödənilməyib.
Ya məsələn təbayün, xüsusi minvəc, İnşallah bunların misallarına da baxarsınız. Yəni, o cür təriflər. Yəni, deyirsən, insan nədir? Deyir ki, məsələn, cansız və hərəkətsiz. Məsələn, heç bir. Qalır, məsələn, xüsusi minvəcdə deyirsən ki, bir varlıqdır ki, qara üzlüdür. Varlıqla qara üzlülük bəzən minvəc olurlar. Bəzən əslən bunlar bir cəhətdən oxşayırlar, başqa bir cəhətdən o nisəbə ərbədə demişdik, oxşamırlar. Tərif qələtdir. İkinci, biz tərif eləyərkən o ki, biz müərrif getiririk, yəni neyinlənsə tərif edirik, o müxatəbin yanında, o bizə qulaq asır, bizi dinləyənin, dinləyicinin yanında mənası, açıqlanması daha aydın olmalıdır tərif etdiyimizdən, müərrəfdən. Və illa bu olmasa, onun mənası yoxdur. Misal çəkirəm, biri gəlib, məsələn, deyilsə ki, kitab, məsələn, qəşəng misal çəkir. Deyir, məsələn, bəzilər gəlib deyəndir ki, məsələn, atəş nədir? Bir cövhərdir ki, nəfsə oxşayır. Qaldı belə, cövhər nədir? Məsələn, cövhər bizdə müəyyən məhlulla da deyirlər və yaxud, məsələn, mürəkkəbin cövhəri deyirlər. Əslində, cövhər başqa bir şeydir ki, biz onu gələcəkdə oxuyacaq. Cövhər nədir? Nəfs nədir? Müxatəb elə dinləyici qalır, daha bir şey soruşmuşdu, deyir, qələt elədim, səndən soruşdum, ünvanı gəlib. Elə eləməlisən ki, ola bilər sənin yanında bu aydın olsun, o kifayət eləmir. Qanunda budur ki, məntiqi qanunda o dinləyicinin nəzərində mənim tərif etdiyim, tərif getirdiyim daha aydın olmalıdır məna baxımından, məfhum baxımından, tərif etdiyimdən. Xoş, burada misallar verir. Məsələn, birini mən deyirəm. Məsələn, deyirlər, qəzəl nədir? Deyir, qəzəl qısa şeir formasıdır. Xoş, qəzəl qısa şeir forması, qısa, nə demək, qısa nisbi bir şeydir. Ola bilər, bir sətrə də deyə bilərlər, yarım sətrə də deyə bilərlər, bir beytə də deyə bilər, bir misraya da deyə bilər. Görürsən, bu düzgün tərif olmadı. Gərək dəqiq olsun. Dəqiqlik mühümdür. Biri də məfhum baxımından da misdaqları eyni olmalıdır. Amma məfhumlar bir-birindən ayrı olmalıdır. Necə? İnsan nədir? Bəşərdir. Bu bəşər məfhumi, insan məfhumi ilə eynidir. Bu düzgün tərif sayılmalıdır. Və həmin o tərif sayıldı ki, lüğət elmin alimləri bunu ilə məşğul olurlar. Bu məntiqi tərifdir, bu lüğəvi tərifdir. Məlum oldu. Bəs bu gerçək tərif sayılmır. Xoş, tərif sonuncu şərti budur ki, elə tərif olunmalıdır ki, orada dövr əmələ gəlməsin. Yəni, dövr nədir? A, B-dən aslı, B də A-dan aslı. Buna deyirlər dövr. Dövrə vurursan A-la B-nin arasında. Misal, uşaq səndən gəlir, soruşur ki, məsələn, valideyndən ki, tək nədir? Tək ədəd nədir? Deyirsən, cüt olmayan ədəd. Uşaq deyir, yaxşı, cüt olmayan ədəd nədir? Deyirsən, yəni tök olmayan ədəddə. Fikir verin, uşaq özü də çaşbaş qaldı. Bir tərif dedim ki, o tərif dövrə səbəb oldu. Məlum oldu, bu da düzgün tərifdir. Məlum oldu, bu da düzgün tərifdir. İndi bir məsələ var ki, bu məntiqçilər bunu qəbul ediblər ki, bəzi varlıqlar var ki, onların
düzgün tərif məntiqi cəhətdən olmur. Məsələn, həqiqətləri bəsid olan varlıqlar, həqiqəti bəsid olan, məsələn, Allah. Axı biz bir zatiyyatından bir şey getirib deməliyik tərifdə, bir xüsusiyyət. Bunu keçəcəyik ki, hələ biz keçəcəyik. Hələ yenə də tərifdə bugünkü bəhsimiz tərifin özünün içindəki müqəddimələrdən idi. Xoş, o məsələ bu idi ki, Allah bəsitdir, mürəkkəbdir, onun xüsusiyyətləri yox, onun qeydləri yox, onun şərtləri yox. Xoş, bu necə tərif oldu? Tərifi həqiqi onun üçün deyilə bilmir. Tərifi məfhumi deyiləcək, amma tərifi həqiqisi deyilməyəcək. Çünki zatından bizim xəbərimiz yoxdur onun. Məlum oldu və bəsid bir varlıqdır. Ona görə onun üçün, məsələn, hədd keçəcək, rəsm keçəcək, bu hədd tərifinə uyğun gəlmir. Ya məsələn, bəzi təriflər var ki, bunlar bədihi məsələlərdir. Bədihi məsələlərdir, elmi bədihidir. Bunları tərif eləmək də olmur düzgün. Hətta rəsmlə həqiqi tərif eləmək olmur bunları. Misal, məsələn, vəhdət nədir? Onun barəsində. Kəsrət nədir? Vəhdət təklik, kəsrət çoxluq. Bu nədir? Çünki bədihi bir məlumatdır deyə bunları düzgün tərif eləmək olmur. Bəs bizim təriflərdə bu nöqsanlar əmələ gəlir. O da bundan ibarət deyildi ki, çünki bunların ya bədihidirlər, bəzi bir şeylər, məsələn, elmi bədihi olan məsələləri tərif eləmədikdə və yaxud vücud baxımından bəsid olan, məsələn, Allahın özü. Həqiqi tərif bunlara vermək olmur. Bəzi, məsələn, biz indi bəzi məsələ bunlardan başqa bütün məsələləri düzgün məntiqi tərif eləmək üçün bizim üçün şərait var. Amma bəzi şeylərdə dedik ki, yoxdur. Məsələn, Allahın həqiqi tərifi, o yoxumuzdur bizdə. Yəni, həqiqi tərif ki, Allahı məsələn eləyək, üçün bəsit varlıqdır. Qeydi şərti yoxdur bunun öz-özlüyündə. Məlum, ləfsi tərif eləyəcək Allahı. Amma söhbət budur, məntiqi bir tərif, həqiqi bir hədd. Yəni, cinsini və fəsli. Biz tərifləri keçəcəyik, inşallah. Bəs budur. Bəs tərif nə idi? Tərifin əhəmiyyəti, tərif necə olunur və tərifdəki ümumi qaydalarla bugün tanış olduq. Allah inşallah müvəffəq eləsin. Allahın köməkliyi inşallah birazdan əxlaq dərsində görüşənədək. Elhamdülillah və sallallahu ala Muhammedin və alihil əthar.